artıq ibtidai təhsilimi bitirdim. Bu 4 il ərzində 4 məktəb dəyişdim. 1-ci sinifdə Buzovnada 26 nömrəli tam orta məktəbdə təhsil aldım. 2 və 3-cü sinifdə 206 nömrəli tam orta məktəbə getdim. 4-cü sinifdə biz Füzuli rayonuna köçdük. Burada Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təhsil aldım. Fevral ayında biz Xocavənd şəhərinə köçdük. Əvvəllər burada məktəb yox idi. Füzuli rayonuna gedirdik. Aprel ayında bizim rayonumuzda məktəb fəaliyyət göstərdi. Burada məktəbə getsəm də Füzulidəki dostlarımdan, sinif yoldaşlarımdan ayrıla bilmirdim. Zaman ora gedirdim. Bu gün də biz 4-cü sinif buraxılış tədbiri keçirdik. Mən də dostlarımla birlikdə oldum. Müəllimlərimdən Kəmaliyyə müəllim və Vəfa müəllimi çox sevirəm. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik. Getir müəllimlərin yanına. Sabahleyin anladı çapayla gecelerinde